Ultrasəs müayinədə qaraciyər hemangioması görülmüş xəstənin ən çox verdiyi sual bu xərçəngdirmi və ya xərçəngə çevrilə bilərmi? Xeyr, hemangiomlar qaraciyərin ən çox rast gəlinən xoşxassəli şişləridir və çox mülayim xarakterdə inkişaf eləyirlər. Hemangiom özü nədir? Kapsulla əhatə olunmuş, içərisində damar yumaqları olan bir xoşxassəli törəmədir. Adətən simptom vermir. Amma ətraf orqanları sıxarsa, təzyiq göstərərsə, o zaman simptomlar yaranır. Bu baxımdan sol qaraciyər payındakı hemangiomlar daha erkən özünü biruzə verir. Çünki böyüdükcə mədəni, 12 barmaq bağırsağı sıxır və bu da özünü erkən doyma, iştahsızlıq, öyümə, çəki itkisi ilə biruzə verir. Sağ payda yerləşən hemangiomlar isə özünü biraz daha gec, giqant ölçülərə çatdıqdan sonra biruzə verir və sağ qabırğa altında ağırlıq və ağrı hissi ilə simptomları verə bilər. Hemangiomlar hansı ölçülərdə təhlükəlidirlər? Kiçik ölçülü hemangiomlar həyat üçün bir təhlükəsi yoxdur. Amma iri ölçülü hemangiomlar isə yırtılmaq və qanaxma vermək qabiliyyətinə malikdirlər. Bu da həyatla ölüm arasında mübarizə deməkdir. Ona görə də ölçüləri mütləq təqib olunmalıdır. 10 sm aşan hemangiomlarda isə müdaxilə şərtdir.